2023-cü ilin 19 sentyabrı. Azərbaycan ordusu yenidən tarix yazdı. Bu dəfə dəmir iradə, polad əzmlə. Ordumuz antiterror tədbirləri ilə düşmənin illərlə qurduğu xəyalları dağıtdı. Erməni separatizminin işğal xülyası qüdrətli əskərlərimizin qarşısında diz çökdü. Topun, tüfəngin, texnikanın səsi torpağa deyil, azadlığa xidmət etdi bu dəfə. Hər addımda qəhrəmanlıq vardı. Hər dağda, hər dərədə bir igidin izləri qaldı. Vətən sevdası ilə vuruşan hər əskər bir dastanın qəhrəmanı oldu. Bu qəhrəmanlardan biri də şəhid Nəsibov Akşin Vasifovludur. O 10 mart 2004-cü ildə Qazax rayonu Canallı kəndində anadan olmuşdur. Akşin 2013-cü ildə Qazax rayon Canallı kənd tam orta məktəbində 1-ci sinifə gedir. 2019-cu ildə həmin məktəbin 10-cu sinifini bitirən Akşin Nəsibov həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin Mühasibat Uçot fakültəsinə qəbul olub. Akşin Nəsibov kolleci bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. Həqiqi hərbi xidmət dönəmində öz davranışı və komandirlərinin tapşırıqlarını ləyaqətlə yerinə yetirən Akşin Nəsibov 2023-cü il 19 sentyabrda keçirilən lokal antiterror əməliyyatlarında böyük şücaət göstərərək şəhid olur. Onun nəşi sentyabrın 21-də böyük izdihamla doğulub boya başa çatdığı Canalı kənd qəbirstanlığında dəfn edilir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif olunmuşdur.